Respublikada üzüm istehsalının artmasına baxmayaraq, təəssüf ki, bir sıra üzüm növləri, məsələn, məşhur Ağşanı, Qaraşanı, kişmiş üzümü nədənsə azalmışdır. Elə buna görə də onların bazar qiyməti bahadır. Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əlaqədar bir sıra şərab zavodları öz işini yenidən qurmuş, üzümdən hazırlanan müxtəlif növlü şirələrin istehsalını genişləndirmişdir. Mütəxəssislər üzüm şirələrinin çeşidini artırmaq, keyfiyyətini yüksəltmək və alıcıların tələbatını ödəmək üçün yeni vasitələr axtarırlar. Üzüm şirələri insan orqanizmi üçün çox faydalıdır. Vitaminlərlə zəngin olan üzümdən hazırlanan şirələr həm süfrələrə yaraşıq, həm də insanlara gümrahlıq gətirir.